verin. Bilsəm deyərəm. Sual verirəm. Ver. Siz qeyd ediniz ki, 8 məhduddan şeydən başqa qalan hər şey məhv olacaq. Və cəhənnəmin yeri altında olmağı qeyd ediniz. Yer kürəsi məhv olacaqmı, yoxsa cəhənnəm də? Hamısı yer kürəsi dağılacaq. Yəni qardaş demək istəyir ki, hətta göylər də. Yəni bir dənə sən fikirləşsən cəhənnəm yerdədir, yer dağılsa, bəs cənnət də səmadadır. Yəni necə olacaq biz bilmirik qardaşlar. Biz sadəcə nə edirik? İsbat. Bunlar qeybi məsələlərdir. Biz qeybi məsələlərdə qardaşlar isbat edirik və salam. Yəni ağlımız onu dərk eləmir. Ağıl onu dərk eləyə bilməz. Aydındır. Ağlın həddi var axı. Ağlın həddi var, biz bilirik. Necə ki, görməyin həddi var. İnsanda, məxluqda həddlər var. Allahda həddlər yoxdur. Fikir vermirsən, insanda ömründə hədd var. Görməyində hədd var. Bilməyində hədd var. Eşitməyində hədd var. Aydındır Allah. Bütün məxluqda belədir. Bir Allahdan başqa. Allah həddi yoxdur. Heç bir sifətində. Bəli. Selamun Aleyküm. Aleyküm salam. Sual verən soruşur ki, Allahın rəhməti ilə bir neçə cənnəti qazanmaq mümkündürmü? Misal üçün, həm Adın cənnətini, həm də Firdovs cənnətini qazanmaq olarmı? Olar əlbəttə. Əsas ona düşməkdir, qardaşlar. Əsas ona düşmək. Ən axırıncı adam üçün nə boyda yer var. Və təsəvvürlə axırıncı olmayan girən. Yəni, o mərtəbələr böyük mərtəbələrdir. Amma ola bilər elə adam. Ola bilər, indi yəni. Ola bilər. Bəli. Bakı üçün duha namazının vaxtı gün çıxdıqdan neçə dəqiqə sonra başlayır? Ümumən sünnədə duha namazından başlama vaxtı necə təyin olunur? Əsasən saatsız. Saatsız sübhdən sonra Bakı üçün ümumiyyətlə harada olursan o. Sübhdən sonra biraz qalxsan, heç olmasa bir 40 dəqiqə belə bir günəş biraz qalxsan, duhanı qıla bilərsən. Şeyh, hizbçilik və firqəçilik müsəlman cəmiyyətlərinə verdiyi ən böyük ziyan nədir? Cəmiyyəti bölür, hizbçilik, firqəçilik ziyanları budur ki, birinci cəmiyyəti bölür. Ədavət gətirib çıxardır, problemlər çıxır cəmiyyətdə. Fəsadları var, başdan ayağa fəsaddır. Və nəticələri də yaxşı olmur. Pis olur, xeyri aparmır. Cürbəcür fikirləri hər bir hizbdə, hər bir partiyada, hər bir şeydə təzə bir partiya çıxardır özündən, təzə bir hizb çıxardır. Aydındır. Və hizbçiliyin nəticəsi də hamısı bu. Fələstində olan, Fələstinin o Qazza bölümündə, Qazzada bölümündə. Ora səbəb nədir? İxvanlar, hizbilər. İndi ki o günə ki düşüblər oradakı, yazıq oradakı cəmaat. Yazıq oradakı cəmaat. İndi 60-70 min, 100 min kim deyə sayan. Onun yarısı uşaqdır. Hamısı hizbçiliyin, ixvanlığın hamısı nəticələridir. Bəli. Bir nəfər deyir ki, sələflər ölkə üçün dini təhlükədir və radikal insanlar da sələflərə aid edir. Buna nə cavab verərdiniz? O cahildir. Ola bilər inciyib nəsə, ya konfet verməyiblər ona. Sələflik əgər o təhlükə görürsə, o görürsən cahildir. Əksinə, sələflik cəmiyyət üçün, əmin-amanlığı təmin üçün ən güclü yoldur. Özünüz baxın da, sələflikdən yeganə bizik ki, radikallıqla mübarizə aparırıq, firqələrin içində. Yeganə bizik. Və bizə də, biz ona görə hədəfdəyik. Bizə hücum olur. Aydındır, o sadəcə görsən ki, qərəzlidir, istəyir cəmaatın salarsızlığından, məlumatı az olmağını istəyir, tülkülü edir, necə deyirlər. İstəyir ki, avam cəmaatı yönətsin ki, kökü sələflik təhlükədir. Təhlükə özüdür. Onun kimilər. Aydındır. Yalandır bu, böhtandır. Əksənə sələflər yeganə firqədir ki, radikallıqla mübarizə aparırlar. Və hələ ən birinci zərbəni də onlar götürür. Bəli. Ramazan ayından oruc qazanmaq. Hər adama fikir verməyəm, çıxıb danışırlarımız. Hər adama fikir verməyəm. Danışır. Ramazan ayından Biz həm də onlar, hələ adamlar xəstədirlər. Onlar sizlə onlardan danışaq.
Bir dənə kimsə nəsə deyib, o mənə belə dedilər. O işlə məşğullaşdınız da, gəl işinlə məşğul ol. Jurnalistsən, gəl jurnalistsən, sən niyə də belə məsələ? Özü gəlmirsən, 14 əsrdir. O ayələr nazil olan, kimləri ki nazil olub, xalis ərəblər idi. Xalis, Məkkəlilər, Qureyş, hətta Mədinəlilər, mühacirlər, yəni əsallar. Ayə nazil olurdu, onlar necə Allah'ımızın başa düşürdülər və əməl də eləyirdilər. Məsələn, hicab ayəsi nazil oldu, hamısı hicab taxdı. İçki nazil oldu, içkini tərk elədilər. Yəni, əgər hicab düzgün başa düşməsəydilər, Allah Teala deyərdi, yox, düzgün başa düşməmişsiniz. Hicab, yəni, o demək deyil, hicab, yəni, başı açaya, sadəcə hicab, yəni, sinəyə bağla. Biz biliyoruz ki, Quran-ı Kerim neçə il nazil olur. Səhv olanda düzəliş verirdi. Deyirdi, yox, belə mi? Və 14 əsrdən çıxıb, sonra gəlib biri heç ərəb dilində bilir, hətta bilsə belə. Onun sözü qəbul olunmur. Gəlib deyir ki, yox, olar, siz Qureyş düzgün başa düşməyib, mən düzgün başa düşmüşəm. Quranda hicab yoxdur. Yəni, ağlı olan adam hələ də ona qulaq asır. Yəni, bəsdir bu. Bu bəsdir. Adi laf dünya məsələni götür. Məsələn, İngilis dansı kitab yazıb İngiltərə qəbul edib, düzgündə öz dillərindədir də. Biri gəlib, öz dili də bilmir. Dili də deyir, yox, onlar düzgün başa düşmür, bu məsələ belədir. Sən qəbul edərsən, yəni ağlı olan adca, deyər ki, bu nə danışır? Heç kəs onu qəbul edəməz. Sadəcə istifadə edir. Cəmaatın dini maarifçiliyi zəif olmasından, belə şarlatanlar istifadə edir cəmaatdan. Ona görə fikirlərin belə şeylər. Ramazan ayında oruc qəzalarım var. O günləri arda tutsam, Şəvval orucunu tutmağa gün qalmır. Bu halda 6 günü birinci tutub, sonra qəzaları tutsam olar mı? Yəni qəzaları tutsa, Şəvvalı çatdıra bilməyəcək. Nə qədər onun qəzası var ki? Onda Ramazanı tutmayıb ki. Allah'ım üstüna. Bəlkə də ona eləsin, amma yaxşı olardı qəzalar tutsun sonra. Yaxşı olardı. Bir ay. Nə üçün kişiyə ətir vurmaq halal, qadına isə haramdır? Çünki fərq var, kişi ilə qadın eyni deyil. Kişi ilə qadın, o bolşeviklər zad gətirmişdi o fikirlər ki, kişi ilə qadın eynidir. Amma batil fikirdir. Qadınla kişiyə çox eyni ola bilməz axı. Hətta olan o, Allah Teala necə onları yaradığı fərqlidir. Fərqlidir. O tələb edir ki, fərqli də həmçinin münasibətdə olsun. Yəni, qadın kişi ola bilməz, kişi də qadın ola bilməz. Oldu ki, orada işlər hər şey. Aydındır. Avropadan gəlir o, rəngli bayraq. Biz ərəb dilini öyrənməyə yeni başlamışıq. İlkin mərhələdə hansı kitabları oxumağa başlayır? Başa şöyle. Ərəb dilini öyrənməyə yeni başlayırlar. İlkin mərhələdə hansı kitablardan başlasalar yaxşı olur? Balaca müxtəsər kitablardan. Və ya Quran-ı Kerim, hədis. Ən yaxşı ərəb dili öyrənməyi Quran-ı Kerim bir də hədislərdir. Sən götür Quran-ı Kerim ayəni bir dənə, oradakı kəlmələr hamısını öyrən nə deməkdir. Bir dənə hədisi götür, oradakı ayrı-ayrı kəlmələri hamısını ayır. O bu kəlmələr nədir? Bir dənə hədisi öyrənməklə nə qədər kəlmə öyrənəcəksən. Bir də ayə əzbərləməklə nə qədər ayə əzbərləyir. Təbii ki, qaydaları öyrənməklə. Sonra onları tətbiq eləyəndə biraz üslubu var, qaydaları. Vəssalam. Ən yaxşı ərəb dili öyrənmək Quran, hədis. Bəli. Övlada İslamı sevdirmək üçün namazlara vaxtında qıl sənə hədiyyə alacam demək olar mı? Olar. Həvəsləndirmək üçün dinə bax bu surəni əzbərlə pul verəcəm sənə və ya aparacam, nəsə alacam sənə. Olar, həvəsləndirmək olar. Şahid. Tövhid dedikdə təkcə Allahın varlığına inanmaq kifayətdirmi? Yox. Tövhid dedikdə yəni təkcə Allahın varlığına inanmaq yox. Allahın bəli varlığına etiqad eləmək ki, Allah var və Xaliq, Razi, hər şey ondandır, hər şey o əlindədir. Yalnız ona ibadət eləmək lazımdır, onun sifətləri var, necələri o cür qəbul eləmək lazımdır və s. Tövhid budur. İslam dininə görə bir əməl necə olur ki, bidət sayılır və həmçinin necə olur ki, bir əməl sünnə sayılır? İslamda necə təyin edək ki, bu bidətdir, bu sünnədir? Dəlillə. Əgər sünnə deyibsə, o sünnədir. Yox, sünnə deməyib. Özlərindən eləyirlərsə, o bidətdir. Bidət nədir? Sünnədə xülasə bidətin tərifi, sünnədə olmayan şey. Qısa.
sünnədə olmayan şey. Məsələn, kim ki eləyir nəsə, sünnədə gəlməyibsə, bidədir, ibadət. Aydındır? Sünnə tək Muhammed s.ə.v-in dedikləridir. Hə, sünnə tək Muhammed s.ə.v dedikləri deyil. Bir də Raşid xəlifələrin. Necə gəlib hədisdə. Bəli. Sələfi mənhəcində əxlaqın rolu nə qədər önəmlidir? Təkcə doğru əqidə kifayət edirmi? Əlbəttə yox. Əxlaq da mühümdür. Əqidə, əxlaq, bunlar hamısı bir yerdə olmalıdır, qardaşlar. O demək deyil, sən əqidənin əxlaq yoxdur. Olmaz elə. Çalışma lazımdır. İnsana xoş, yaxşı keyfiyyətlər olsun insanda. Yaxşı keyfiyyətlər, insana xas olan. İnsani keyfiyyətlər olmalıdır hər bir insanda. Olmayanda problemdir. Bəli. Sual verən soruşur ki, evdə yaşlı nənəm var. Cahildir, pirlərə, ocaqlara bağlıdır. Ona etdiyinin şirk olduğunu başa salsam da məni dinləmir. Qorxuram bu halda dünyasını dəyişsin. Mənə nə nəsiyyət edərdiniz? İşte dua elə Allah Taala'dan. Çünki hidayət verən Allahdır. Bir səbəbi. İndi nənət də şirk edir, hələ görüb bağlanına. Hələ görüb. İndi sən də uşaqsan ki, hər sən ona deyirsən, o qəbul edən görə, o necə olur? Onlar bilmirdilər, sən bildin. Onlar hələ yanaşır. Quran oxuya bilmirlər axı. Hədislərdən xəbərləri yox, İslamdan ümumən xəbərləri yox, avam olublar. Allah'a dua elə, bir də hərdən başa sal. Lakin o müsəlmandır. Bəli. Cahildir. Biz 2 nəfər məscidə daxil olduq, namaz başlamışdı. Qarşımızdakı səhvdə bir nəfərlik yer var idi. Bu halda nə etməlilər şey? Arkada kişi bir səhv qurmalılar, yoxsa... Belədirsə, əgər tək qalacaqsa, arkada 2 nəfər yansın onda. Bəli, hələ vəziyyətdə. Sələfilik müsəlmanların birliyini necə dəstəkləyir? Nə üzrə və necə birləşməyə əmr edir? Yəni, sələf də birliyə çağırır, lakin nəyin əsasında? Hamı birliyə çağırır. Biri deyir filan fikrində, biri deyir filan fikrində. Amma sələflik deyir ki, bəli, birliyə çağırır, lakin Quran, sünnə və sahabələrin fikrində, İslamın əsaslarında, bəli. Valideynlərin razılığı olmadan evlənmək doğrudurmu? Qız üçün yox. Amma oğlan üçün də. Əsasında birinci dəfə evlənirsə, valideynləri məsləhətlər. Valideynlər baxmada, valideynlər təcrübələr var. Durub, oğlan çıxıb valideynə saymayıb ki, evlənməkləri düzgün deyil. Amma məsələn, sonra özü ikinci qadın alsa, artıq müstəqildir. Amma birinci dəfə, amma qız istəyir ikinci dəfə ailə qursun və s. Valideynlər halalı olmalıdır. Valideynlər məsləhət demək lazımdır. Valideynlər bilirlər axı nə var, nə yox. Ola bilər, məsələn, cavandır, görürsən 20 yaşı var, 22 yaşı. İstəyir evlənmək. Amma təcrübəsi yoxdur axı. Təcrübəsi yoxdur. Ola bilər, xoşu gəlir. Xoşu gəlmək də bilsən, sönə bilər. O daimi deyil. Daimi deyil, biraz təcrübəsizlikdir o. Bəli. Belə həyat hasad deyil, yəni bəzi şeylər. Böyüklərlə məsləhət etmək lazımdır. Bəli. Bir məclisə daxil olduqda hərəyə bir yox, hamıya birdən salam aleyküm demək sünnədir. Ümumiyyətlə, məclisə gələndə əgər görürsən yemək yeyirlər hamısı və ya dərsdir, lazım deyil hər kəsə yaxınlaşmaq və əllə görüşmək. Dərs gedirsən, girmişsən hamısında əllə görürsən belə. Lazım deyil, ümumən salam deyil də. Və ya görürsən, qarışdıracaqsan, hamı baxacaqsan, lazım deyil, sakit salam ver. Otur yenə, məsələn. Sələfi mənhəcində hikmətlə dəvət anlayışı necə başa düşülür? Hər zaman sərt danışmaq doğrudurmu? Yox, bilirsiniz, elə məqamlar var, sərtdir. Peyğəmbər sallallahu əleyhi və səlləm, elə məqamlar var, sərtdir, elə məqamlar var, yumuşaqdır. Çox vaxt yumuşaq idi. Yəni, bilirsiniz, biz insanları dəvət edirik, kim dəvət edir? Savadsız, avam və ya kimisə alladıblar. Biz elə bir həkim, dəvətçi nəyə bənzir? Həkimə. Xəstə otağa gələn həkim qışqırır onsa, gəl bura, haradasan? Yox, gəl otur, haran ağrıyır, bir şikayət ediyinə. Ki, dərmanı düzgün yazsın da, resepti düzgün versin. Dəvətçi də elədir. Dəvətçi yeri düzgün dərman yazar, söhbəti düzgün qurar. Bəli. Evdə əgər ata övlada başqa şey, ana başqa şey deyirsə, onların ikisindən hansını sözlə lazım olur? Baxın, hansı məsələdir? Ata böyük evdə. Ata böyük. Ataya qulaq asın. Bir dənə elə ki, ata
həddi aşsa, zülm eləyib, nəsə haram bir şey deyir, qadağan bir şey deyir, onda qulaq asma. Amma belə ataya qulaq as. Aydındır, ata böyük deyirdi. Bəli. Suallar bu qədər. Qutardı ya hamısı. Allah axırıncı yaxşı. Hə. Deyirlər ki, imkanlı bir bacını kasıb bir qardaşa vermək, siz bir dəfə dərslərdə dediniz ki, yaxşı olar ki, hərəsi öz belə təbəqəsinə uyğun olsun. Bu mütləq olaraq. Yox, mütləq deyil, yox. Mütləq deyil. Adam görürsən ki, oğlan kasıbdır, imkanlı qız alır, normal. Və ya oğlan varlıdır, kasıb qız alır, normal. Amma ola bilər, problemlər ola bilsin, ümumən. Aydındır. Yəni, yaxşıdır, hər kəs özünə uyğun alsın, ən salamatı. Sonra gələcəkdə də söz-söhbət olmasın. Bir də inciyəndə o deyil, belə hər şey yada düşür. Aydındır, biraz həssas məsələlərdir. Özü uyğunla. Bəsdir bu qədər, bəsdir. Salam aleykum.